sığorta olunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81-100% pozulmasına görə dərəcə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağı qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Qısa xəbər verir ki, bu barədə Teleqrafa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluq olmanın və qulluq edənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır. Bu proses necə tənzimlənir? Vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir? Qeyd edilib ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığorta olunan qulluq etmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən dost mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər. Onlar pensiyaya erkən yaşda çıxa bilərlər. Əlilliyi olan, uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərtilə qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 ilə azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.